Bugün Ratinin Media Mərkəzində ictimai fəalların toplantısı cəza çəkmə müəssisələrində ağır vəziyyətə və orada hökm sürən özbaşınalığa həsr olunub. 17 saylı cəza çəkmə müəssisəsində cəza çəkən Nemət Pənahlının ictimaiyyətə müraciətindən sonra bu mövzu daha da aktuallaşıb. Tədbirin təşəbbüsçüləri Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu, Siyasi Azadlıqların Müdafiə Alyansı, İnsan Hüquqları Klubu, Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansıdır. Vəkil Elçin Namazov həbsxanada intiharların və səbəbsiz ölümlərin sayının artmasının əsaslı narahatlıq doğurduğunu deyib. Dekabrın 16-sında 17 saylı cəza çəkmə müəssisəsində Pərviz Mikaylovun intihar etməsi faktı üzrə cinayət işinin qaldırılması tələbi ilə prokurorluğa müraciət göndərildiyini bildirib. Dil, Qobstan həbsxanasındakı durumu da çox mürəkkəb adlandırıb. Müxtəlif mənbələrdən ölkənin ən ciddi həbsxanasında amansız işgəncələr və ölümlər barədə informasiyalar daxil olur. Penitensiar xidmətin həbsxanasında da məhbuslar ölür. Bu cür hallar Murad Şükürov və digərləri ilə baş verib. Şükürovu orada müalicə etmək mümkün olmayıb. 3 aydan sonra o ölüb. Bu cür hallar təkcə siyasi məhbuslara qarşı baş vermir. Sadəcə ictimaiyyət siyasi məhbuslarla baş verənlərdən daha tez xəbər tutur. Nəinki adi dustaqlara qarşı. Hüquq müdafiəçisi Oqtay Gülaliyev də həmrəylik göstərərək özbaşınalığa qarşı birləşməyə çağırıb. Əgər penitensiar xidmətdə kimsə ölürsə, buna görə dövlət məsuliyyət daşıyır, deyə hüquqşünas Ənnağı Hacıbəyli bildirib. O hesab edir ki, bu faktlar üzrə beynəlxalq qurumlara və Avropa məhkəməsinə müraciətləri canlandırmaq lazımdır. Vəkil Əsəbəli Mustafayev bildirib ki, ömürlük həbsə məhkum edilmiş 5 nəfərin maraqlarını müdafiə edir. Onların ciddi müalicəyə ehtiyacı var, lakin bundan məhrumdurlar. Məsələn, o 5 nəfərin hamısının müalicəyə, bugün çox ciddi müalicəyə ehtiyacı var. Mən dəfələrlə Ədliyyə Nazirliyinə müraciət edirəm. Mənim dəfələrlə müraciətimdən sonra aparırlar, güya baş tip idarəsində 1 ay, 2 ay saxlayırlar, heç bir müalicə eləmədən gətirirlər təzədən Qobustana. Oradakı həkim personalı tamamilə imtina edir o şəxslərə tibbi yardım göstərmək üçün. Onlar çağırırlar, kənardan həkim çağırırlar, onlara diaqnoz qoyur, müalicə yazılır. Hətta tibb personalı həmin iynələri vurmaqdan imtina edirlər. Məhkumlar bir-birinə iynə vururlar. Vəkil Qurban Məmmədov Nemət Pənahlının və hüquqların müntəzəm pozulan digər məhbusların dəstəklənməsini vacib hesab edir. Rejim sonunun yaxınlaşdığını başa düşür və odur ki, belə özbaşınalıq edir deyə Məmmədov vurğulayıb. Nemətin həyatı həqiqi məni təhlükədədir. Əgər bu günləri adi bir adamı döyüb öldürürlərsə, asırlarsa, özünü asmağa nazı məcbur edirlərsə, heç kəs intihar eləməz. Heç kəs normal adam həyatlar elə belə könül gedəsi deyil. Onu məcbur ediblər. Ya asıblar, ya onu astırmağa özü məcbur ediblər. İstənilən halda pensiya xidmətin əməkdaşları cinayətkardırlar, bu sübut olunmalıdır. Amma Nemət Pənahlının həyatını xilas etmə imkanı var. İctimai nəzarəti gücləndirmək və ən azı 2-3 vəkil tutmaq lazım dərhal. Hər gün vəkillər səhər getməli saat 10-da. Ora onu görüşə çağırmalıdırlar ta iş vaxt tutarına qədər. Oturmaq Nemətin yanında. Bütün hamı rəhbəri görməlidir ki, Nemətin hər saatı, hər dəqiqəsi nəzarətdədir. Həbsxanada işgəncə dövlətin siyasətidir. Ayrı-ayrı məmurların özbaşınalığı deyil, deyə AXCP lideri Əli Kərimli qeyd edir. Hər yerdə vətəndaşlar işgəncəyə məruz qalır. Onlar işgəncə ilə öldürülür. Və ona görə də birinci onu dəqiqləşdirmək istəyirəm. Burada əlbəttə ki, ilk növbədə belə məsələlərdə fəallıq edən idarələr, müəssisələr fərqlənməlidir, onların adları xüsusi çəkilməlidir. Amma o da unudulmamalıdır ki, bu dövlət siyasətidir. Bu hansısa həbsxana rəisinin pis adam olması ilə bağlı məsələ deyil. Hansısa nazirlikdəki vəziyyət deyil, o birilərinin də hamısında belədir vəziyyət. Bu dövlət siyasətidir və xüsusən, açılır, bu Elşad Abdullayevin videolarından sonra biz gərək toplum olaraq təəccüblənməyək. Bu ölkədə əgər insan oğurluğu ilə, insanların oğurlanıb məhv edilməsi ilə dövlət səviyyəsində məşğul olunursa, bu sübut olunursa, təbii ki, əsirlikdə olan, həbsdə olan insanlara qarşı hər cür qeyri-insani hərəkətlərə yol veriləcək. Məhbusların hüquqlarının pozulması hallarını araşdıran daimi koalisiya olmalıdır. Həmçinin cəlladların məhbuslara işgəncə verən adamların siyahısı hazırlanaraq müvafiq qurumlara verilməlidir. İclasda dekabrın 16-sında 17 saylı cəza çəkmə müəssisəsində ölən Pərviz Mikaylovun anası da iştirak edib. Mənim oğlum işgəncələrə məruz qalıb və öldürülüb. O intihar etməyib, deyə Fatma Əliyeva qeyd edib.
Oğlum polisə müqavimət göstərmək ittihamı ilə 3 il 16 saylı müəssisədə saxlanılıb. Dekabrın 9-da bacısına zəng edib özünü pis hiss etdiyini bildirib. Biz sonradan bildik ki, möhkəm döyülüb. Dekabrın 13-də həyat yoldaşı həbsxana müalicəxanasında onunla görüşüb deyə ana bildirib. Vəkil İradə Cavadova əlavə edib ki, dekabrın 15-də Pərviz müalicəxanadan 16 saylı cəza çəkmə müəssisəsinə aparılıb. Lakin burada onu qəbul etməyərək bildiriblər ki, məhbusu müalicəxanaya normal vəziyyətdə göndəriblər. Odur ki, 17 saylı müəssisəyə aparıblar və ertəsi gün orada ölüb. Müzakirələrin yekununda iştirakçılar hakimiyyətə müraciət qəbul ediblər. Müraciətdə cəza çəkmə müəssisələrində baş verən özbaşınalılıqların araşdırılması, həmçinin cəza çəkmə yerlərində monitorinqlərin aparılması üçün şəraitin yaradılması tələb olunur.